Car Parking Multiplayer sıfırdan hesab yığmanın tam birinci bölümü ilə hər kəs salamlayıram. Bu günləri Car Parkingdə sıfırdan hesab yığmağa çalışacağıq. Görürsünüz kimi 25.000 pulumuz var. 07'də alım satım eləmək istəyirəm. Onca gəmdən 07'də alaq. Biraz bizə pul lazımdır təbii ki yığmaq üçün. Təbii ki buradan biraz yüksəldək. Perdokun falan yüksəldir. Arxasını yüksəldək. Bunu biraz belə eləyək. İncə də təbii ki pul yığaq. Pulsuz şeylər elədik. Azərbaycan serverindən gedib pul yığaq. Bu arada yedək elədim adımı. Aydımda görürsünüz kimi görsən yuxarıda. Elə otaq açaq təbii ki. Başlaya basaq. Elə bir çox şeylər toplayaq. Deyirəm elə bildiyimiz yerlərdən götürək pulları. Onun səciyyəsindən az gəlir. Yalnız çox verməyə ehtiyac yoxdur. Bir dənəsini tapdıq. Saxlayaq burada. İçəridə olmalıysan digərdə. 07'imizin əl disklərinə baxsan. Disklərinə. Gedək görək. İkinci bölümünü istəyirsinizsə, tam yenə 30 like atın. 30 like-da ikinci bölümü gələcək. İnşallah çox izlənər, çox like gələr. Biz də əmək veririk belə videolara. Montaj falan eləyirik. Gəldik, mindik. Bir dənə baxaq görək nə qədər olub. 11.000 pulumuz olub. Və maaşının pulunu demək olar çıxartdıq. Gedək bazara. Bazarda desən 2 dənə olmalıdır. 2000, 3000 verdi. Oradan 4000, 5000, 9000 verəcək. Bazardakılar toplasaq maaşının pulunu çıxartmış olarıq. Bəlkə 2 təkər ayarı da verdik. Daha yaxşı satılar. Biri buradadır. Üçüncü 4000. 15.000 oldu. İndi birində alsaq olacaq 20.000. O da mənə elə gəlib buralardadır. Sizdə gördüm oradadır. Amma bir yenə buradan tapaq. Yalnız kimi 5.000 oldu 20.000. Can buradan çıxaq. Bura necə batsın qaqa. Maşınımız da ki o çox yavaş gedir ki. Görək. Allahın köməyi ilə gəlib bura çatdıq. Yuxarıda gördüyünüz kimi yuxarıda bir pul var. Gedək onu götürək. Maşınla çıxa bilsək lap yaxşı olar. Görün maşınla bura girsək lap yaxşı olar. Fısa girdik. Girməyinə girdik. Prosto buradan biz gedə bilərikmi? Fısa hazırdır. Lap rahat bizə götürək pulumuzu. 6000 gəldi qəşəng. Düşək aşağı və gedək. Qabağı nə günə qaldı maşınımızın. Burada da hədiyyə qutularını topladıq. Yəni siz də hədiyyə qutularının yerini bilmiş olursunuz yəni. Yəni gedək axırıncını toplayaq dostlar. Axırıncını götürək, fənərdən götürəcəyik. Yəni gedək axırıncını götürək. Axırıncı fənərdən deyəndə burada da bir dənə var. Yəni buradan götürək. Baxın bir dənə buradadır. Ala geç tərəfə. Təkər alma. Təkər alma 3000 çıxacaq. Hafif almadıq. Yəni gedək şeydən götürək fənərdən. Axırıncı olsun. Sonra gedək bir dənə park görevlərini, otopark görevlərini. Onsa dalbada eləyəndə birinci görəvi pul verir. 1000, 2000'dir, bilmirəm nə qədərdir. Onsa eləyəndə görərik nə qədər verdiyini. O görək. Ay. Onsa bura kimi izləyənlər bir dənə buranı işarətləyər yorumda. Görək kim dəstək verir, kim dəstək vermir bizə. Buradan 3 dəqiqə 50 saniyə. 4 dəqiqədə işarə səzənə bilərəm. Gedək, çıxaq yuxarı. Fənərin ən üstündədir. Qapıdan girib yuxarıdan çıxacaq. Bunu da götürək. 8.000 pul verir. Çıxaq indi. Mən çox gözəl noyetdə alınacaq. Pərdə falan düzəltsək qəşəng. 41.000 pulumuz olub. Maşını demək olar 2 qatını çıxartdıq. Demək olar deyəndə yəni çıxartdıq maşının 2 qatını. Gəldik ki bura. Meydan oxuma bunu tez götürək. Hədə budur qaqa getdin çıxdın. Saxla tamamdır. Qoca nə qədər verir buradan? 1000-dən çox versə. 1080 versə. Ya sonrakıya girək. Gəlin buradan dalbadal yox. Görək hansı çox versə onu eləyək. 55 saniyə. Orada nə qədər 1080 vermişdi deyəsən. Gəl bu nə qədər verəcək? Bu daha çox verdi. 1500 verdi. Gəlin bir ilk 5'li. Ay az qalsın dəymişəm 1000'ə İlk 5'li yəni tam amlıyor. Onu da 1000'ə demişdim. İlk 5'li tamlıq görə nə qədər verəcək pul? Hansı çox versə onu təzən eləyərik.
Və düzdür də qaqa. Ondan 1500-1600 bundan az verəcək. 1410 yaxşıdır. Mən niyə təşkiladım heç onu bilmirəm. Gedək. Görək. Hə, buradır. Dediyim kimi 30 like gəlsə ikinci bölüm gələcək. Sonraki səviyyə eyni şey verəcəkdim sizə. Bura gəlib içəri giririk. İçəridən sürmə ləzzət eləyir adamı. Sür. Buradan inşallah heç kim gəlməz. Biz girək bura içəri. Burada yazılıb varsa gəldik bura. Oyun bir köhnə car parkingi. Old car parking saxla. 100 saniyə test hafıza. Görək nə qədər verəcək. Görək 1600. 3000 lira pul verəcəm. Sonrakını eləyək. Elə biraz qaranlıq oldu bura. Bura giririk, buraya park. Yoxsa deyir tərsini elə düz deyir də yəqin. Gör nə qədər 3000 vermişdi o. Az verəcək. 900 ver, 3000 vermədi qaqa. Bu nədir? Buradan gedək. Protiv keçdik. İkinci kata çıxıyoruz. Saxla az qalsın dəymişdi. Rol çox yaxşı dövmür. O sür. 75 saniyə test. Buradan belə genişdən biraz dönək. Rahat dönsün qoy. Hafıza görə nə qədər verəcək buradan. Qocara. Bunun üçün 2040 verdi. Çıxırıq indi. Görə nə qədər pulumuz var. 51.000-dir. 100.000 eləyib gəlirəm. Çox əziyyətlər çəkdik və gəldik bu günə kimi belə. 122.000 pulumuz var. Maşını bəlkə rəngi qoyaq. İlk olaraq gəlin yamaq zat vuraq maşına. Təbii ki gəlin bir dənə bundan vuraq. Maşının bir dənə rəngini düzəldək. Bax. Ağ eləyək də. Azilov 07 yığmaq istəyirik. Gəlin bunları belə düzəldək. Yüksəldir. Belə gətirək bu tərəfə. Belə. Bunu bu tərəfə qoyaq. Bunu da yenə bu tərəfə qoyaq. Yəqin eyni düşərlər də inşallah. Nasıl olursa da bu birisi daha yekə oldu elə. Tam təkərə boyda oldu. Gözə görüm. Bir bu boyda oldu. Bunu qoyduq. Gəlin qəşəng bir şeylər yığaq bura görək. Yamaqlarımız hardadır bizim yamaqlar. Yamaq. Biz yaşlı rəydə kimi eləyək. Hafıza belə. 6000 çox oldu. Belə hər yerinə yapışdıraq. Bura yapışdıraq. Bura. O tərəfə sizin üçün yapışdırmayaq. Bura qalsın. Maaşın bir dənə arxasına gələn Azərbaycan bayrağı qoyaq. Azərbaycan bayrağı gələn bundan eləyək 100 dənə olsun da çox pulumuz getməsin. 6000-lə qoysaq pulumuz çox gələcək. İlk mavi rəng eləyək. Görün mavi rəng. Mavi eləyək, qırmızı eləyək, bir də yaşlı rəngdə eləyək. Və bayrağımız artıq tamamlanmış olsun. Biraz gətir aşağı. Aşağının yerinə biraz qısaltsaq məncə yaxşı olar. Baxın belə. Qırmızı böyle görsəm adam amma neysə. Buradan gəlin yazaq. C hərfi. Bunu ağardaq. Ağarda qaqa. Belə qoyaq. Görək. Necə oldu. İndi bunu qoyaq. Ulduzumuzu. 800 yüksəl deyil amma yenə neysə. Bunu içinə qoyaq belə. Azərbaycan bayrağımız hazır olmalı oldu. İndi bunun pəncərəsini qaraldaq. Belə polunu qaraldaq. Efir vs yazaq. Efir yəqin ağ rəydə olar da. İnşallah. Görə inşallah ağ rəydə olar. Efir vs yazaq. Buna qırmızı rəydə eləyək. Efir ağça vursa qırmızı olmalı təbii ki. Rəyinin yuxarısını belə qoyaq. Sonra gəlin üstü bir dənə qaraldaq. Görək üstü bir dənə qaraldaq arkadaşlar. Dostlar görürsünüz kimi üstünü qaraltdıq. İndi fikirləşirik ki bura nə qoyaq.
Və gəlin Lada 2107-nin şeyini qoyaq, düzəldək bura. Bir tərəfi boz, bir tərəfi qaradır səhv eləmirəmsə. Buranı boz eləyək, biraz balacalaşdıraq. Boz deyəndə o da qara yox. Belə eləyək. Bunu qısaldaq. Yüksəldək. Biraz eninə düzəldək bunu belə. Buranı qara eləyək. Yapışdıraq bura. Lada 2107 yazaq. Lada. Aslında ağ deyil, biraz bozdur. Biz ağ eləyək biz. Biraz qalınlaşdıraq. Daha yaxşı görsənsin yazıq. 2107 yazaq. Bunda qaradır. Qara eləyək də bunu. Buna boz rəngi biraz ağardaq. Ladan götürək 2107 yazaq. 78 min pulumuz var. Qəşəng pulumuz qalıb hələ. Görək. Bunu yığdıq belə. Nömrə bəlkə özümüz yığaq. Gəlin nömrə özümüz yığaq. Satılır nömrəsi yığaq. Elə belə nömrə yox, satılır nömrəsi yığaq. Gəlin bura satılır nömrəsi yığaq. Görək. Alındıra biləcəyi nömrəni. Nömrəni alındıra biləcək silərik. Biraz belə qısaldıq. Belə. Biraz satılır yazaq. Satılır. Obşum Azərbaycan nömrəsi, amma rəqəm falan yoxdur, ancaq satılır yazmışıq. Satılır yazdıq. İndi təkərini gəlin düzəldək. Təkər də ki Azərbaycan şeyini seçsəm, Azərbaycan 07-lərində olduğu kimi təkər seçəcəm. Gəlib bir dənə təkər çata bilsə ya, budur. Amma bunu. Qəşəng periodok vermişəm. Gəlin yamaq yenə vuraq. Yamaq bəs eləmədi. Buna gedək yenə. Yamalarsan yaxşıdır. Amma nə bundan vuraq. O birisində inşallah eyni rəngdə olar. Haydi inşallah satılar. Görək. Görək necə olacaq. Logo dəstəsinə yığa bilərik. Bəlkə logo da yığaq. Logo yıxsaq daha zor görsənər. Gəlsin bura. Logo yığma videomuz da var bu arada kanalımızda. Ona gəlib izləyə bilərsiniz. Təkənin üstünə qoyuram. Həmişə belə yığanda təkənin üstünə qoyuram yanmaqları. Biraz düzəldək. Belə. Belə eləyə gəlsin aşağı. Və polunu aşağı verelim. Belə. Polunu aşağı verdik. Sonra başqa nə edək? Bəlkə pərdə düzəldək. Görəm pərdə işinə girək. Bununla düzəldək bəlkə. Bununla yox, yazı ilə təbii ki düzəldək. Həm az pulumuz getsin, həm də ki yaxşı olsun, çox olsun. Biraz kimi giririk. Dübbəlcəğin bunları seçirik. Bəs ki araları olsa daha yaxşı olar. Nəfsi hazır oldu. İndi bunu biraz o qədər də ağ boz yox. Belə eləyək. Hər iki tərəfi qoysam yaxşı. Arxaya qoymağı fikirləşmirəm. Çünki Eferzad yazmışıq da. Biraz qalınlaşdırsaq yaxşı olar. Görüm necə görsənəcək. Ona da yaxşı görsəm adamı. Yəni. Görüm ortalarında belə qəşəng görsənər. Yəni bunu verək o tərəfə. Kopyalayaq, gətirək bu tərəfə. Onu tam belə. Və pərdə oldu. O qədər yaxşı olmadan yenə pərdə oldu. Sonra bir dənə motor da qoyaq. 50 min yox. 10 min qoysam artır. Ona gəl bundan taxıq olmasa. 10 min yerə gəl bunlardan taxıq. 4 min pulumuz qaldı.
Şimdi gedək bazara. İnşallah satılar. Giri bazara. 790 nəfər var Azərbaycan serverində. Heç server videosu yenə çəkdim, amma fikrim yoxdur hansı server çəkməyim. Yəni server videosu istəyənlər yenə yaza bilərlər. Bağlanılıyor. Yenə də qoyaq. Hələ fikirləşməmişəm. Getdik. Azərbaycan server az adam yoxdur. 17 nəfər var. Nihat. Nihat kimdir belə? Əşrəf tək gəl, baba bu 17 xəstəsi. Qabus bu nə adlardı belə qoyuruz bura? Mən maraqlıdır, nə adlarını buraya qoyurlar. Oy oy. Yəni bir dənə başarımımız açıldı. 10 dənə hədiyyə qutusu topladıq deyə açıldı. Belə bazara, ala açma. İnşallah problem olmaz. İdeal yazacağım sizə. Yerinizi görsəniz, inşallah satılar. 500.000 qoyaq. Sonra yavaş-yavaş düşürdər. Onu belə qoyaq. Saxlayaq burada. 500.000-dən başladıram. 999. İdeal 07. Cəmi inşallah alırlar. Bu. Sən kimsən qaqa? Lu. İdeal 07 satıram yazdıq. İnşallah bizim 07'miz satılar. Yavaş-yavaş düşürdəcəm usta. Görə təklif verən olsa yaxşı olar. 77 FF 77 ya karta yalnız ben 07. İdeal deməcə yaxşıdır. 0.8 km sürülüb. Yəni demək olar 0 kilometrdir. Gəlib təklif versələr bəlkə düşünərəm. 300.000-dən yuxarı təklif versələr düşünərəm. Əziz təklif belə pərdə atacaq bir şey də. Amma o qədər yaxşı olmadı. 100k satlı karabmon var. Qamanca almağa dəyər ya bunu. Yəni 500.000 də yox, amma biraz almağa dəyər məncə. Biraz ucuza versə almağa dəyər. Bizə kim alır ala? Noliyyətimizin qabağına görürsünüz toplaşırlar. Yəni alıcı gəldi. Dedim ki 07 satıram istəyən. Əşrəf tək bayaq gördüyümüz Əşrəf tək istəyirəm. Məndə o qədər yoxdur. Və biz kasıb yerine girdik də ya, həqiqətən. Bəlkə də Rus serverine sataq ha. Gəlin dostlar, gedək Rus serverine sataq. Bir dənə Rus serverine denəyək. Girdi Rus serverine. 3000 nəfər var bütün serverdə. Burada çoxu playerdir məsələn. Adları playerdir. Yəni dəyişdirməyə bilmirəm. O bazar kalabalıqdır. Rusca yazırlar. Gəlin 300k'ya qoyaq. 300, 1, 2, 3. 21.07. Belə qoyuruq, onu belə eləyək. Buradan ağlamaq işarəsi alın. Ağlamaq işarəsi. Al da qaqa, nə olar? Bulan qəşəng maşınlara prost pullar yoxdur. O BMW'yə bax ya. O mafya, oba. Qəşəng BMW'si var ha. Pullu BMW deyirsən. BMW X6, X7 nədir? Sonra səviyyə deyə səviyyə. Qəşəng maşınlar var, prosto pullar yoxdur. Azərbaycan kimi kasıbdılar. Bəşə Azərbaycan bunlardan varlı deyir. 10k. 10k nədir qaqa? Mən buna 100k xərcləmişəm. 10k nədir qaqa? Mırtdaşacaq məndən uşaq. $25k nədir qaqa? 250k'ya satarım. 250k. 250k desən verərəm. Görüm istəyəcək. 241 də player 241 görüm maşın nədir? Qaqa maşınıma bax bir dənə sən. Qardaşımı tapdım dostlar. ID-sinə baxın. EC-dır. Mənim ID-mə baxın. Mənimki də EC-dır. Qardaşımı tapdım. Həmən dostluq atacağam. Mənim qardaşımı tapmışam. ID-imizə baxın. EC-dir ikimizdə də. Belə bir şeylər gördük burada. Qada alın da nə olar qaqa. Əziyyət çəkdik bizə. Əziyyət çəkdik valla. Azərbaycan serverinə gəldi. İnşallah əlimizdən də çıxar bu maşını. Görə alarlar. Qaqa alın da ağlama aşağısı atıram nə olar.
Nə olar qaqa alın da, xahiş eləmişsən, nə olar. Türküm də. Bax, türklər Azərbaycan basır, Azərbaycana gəlib türk serverini basır. İmparator. Türklər gəlib basır, ala buram. 5-6 dənə türk var, ala burada. F90'da. Aa, F90 670 minə satır. Qaqa F90 bu həqiqətən. Qaqa. Yoxsa F10 F90 da özümüm. Ay siren də var burada. Ay məzələrsən. Başıma gələnə bax. 670 min F90 satır. Allah. Aa, bu nədir qaqa? Oha. Aa, F90 satır 670 min. Oh my god. Dostlar, sata bilmədik. Amma qəşə bir dənə maşın götürdük. Takas elədik. Birdən çıxaq. Nissan Z-dir nədir? Mazdadır deyəsən. Baxın, belə bir maşın. 07-dən daha bahadır. Öncə bir dənə qiymətinə baxın. Görün neçədir qiymət. Oyunu səslə baxayım. 85 min, bu da 90 min. Demək olar 90 min, 89 min falan qiyməti var. Yəni bəzi şeylər də qoyub üstünə. 5 min, 90 nə qədər eləyir? 95 min falan qiyməti var. 240 da HP'siz var dostlar. Buna təkər qoyub, amma buna 100 mindən çox şey qoyub. Amma yəni sata bilmədik, amma yəni takas elədik belə bir maşın. İkinci bölümdə inşallah daha şeydir, böyük olar, rankımız böyük olar, daha böyük varlı oyuncularla qarşılaşarıq inşallah. Nəsə like atmağı, abunə olmağı unutmayın. Gəlin videolara görüşərik. 30 like atsanız ikinci bölüm gələcək. Sağ olun, salamat qalın.